Bugünkü mövzumuz Misir dövlətidir uşaqlar. Misir dövləti üçün belə bir sxematik xəritə çəkmişəm. Misirin iqlim şəraiti olduqca isti əraziyə yerləşdiyinə görə belə deyilir ki, yəni insanlar gecə vaxtı işləyir, gündüz vaxtı isə istirahət edirdilər. Xəritə üzərində Misirin yerini müəyyən edin deyilsə, əgər dovşan qulaqlarına bənzər bir dəniz ərazisini görəcəksiniz xəritədə. Bu ərazinin düz yanında Misir ərazisi yerləşir. Misir Afrika ərazisində yerləşir. İki paytaxtı var, Memfis və Fif. Ümumilikdə Misir dövləti özü eramızdan əvvəl 4-cü minilliyin sonunda meydana gəlmişdir. Birinci paytaxtı Memfis şəhəridir, ikinci paytaxtı isə Fif şəhəri olmuşdur. Misirdə çoxlu belə deyək də terminlər var. Terminlərin izahı da bizə lazım olacaq. Hetlərlə mübarizə aparıblar. Bu barədə də birazdan danışacağıq. Və mən sizə çəkmişəm Aralıq dənizinin önü Ön Asiya sayıldığına görə bu ərazilərdə qeyd eləmişəm adları. Suriya, Finikiya, Fələstin torpaqları bizə lazım olacaq. Çünki Misirin tez-tez hücum edərək işğal etdiyi torpaqlardır buralar. Öncə terminlərin izahına baxaq. Saxara səhrası. Saxara səhrası Misir ərazisində yerləşir. Qara torpaq niyə adlandırılırdı? Qara torpaq gili olduğuna görə bu torpağın daşqınlar vasitəsilə Nil çayı axırdı Misir ərazisindən. Nil çayı tez-tez daşqınlara məruz qoyduğuna görə, torpaqları daşqınlara belə deyək məruz qoyduğuna görə qara torpaq adlanırdı, gil gətirirdi özü ilə. Bu isə məhsuldarlığı olduqca artırırdı. Misirin Nilin töhfəsi adlandırırdı Herodot. Buna görə Nilin töhfəsi hara adlanır? Misir adlanır. Yadınızda saxlayın. Mən terminlərin izahını hal-hazırda açıram. Qızıllı ölkə hara adlanır? Misir adlanır. Eyni şeydir. Ehramlar ölkəsi. Ehramlar ölkəsi yəni piramida deməkdir. Piramidalar ölkəsi hara adlanırdı? Yenə Misir dövləti. Yəni qısaca adlarını çəksək, qara torpaq, Nilin töhfəsi, Qızıllı ölkə, Ehramlar ölkəsi adı ilə tanınırdı Misir dövləti. Damma nə deməkdir? Biz bilirik ki, Nil çayı tez-tez daşqınlara məruz qalırdı. Ölkədə belə deyək, aclıq, quraqlıq vəziyyəti hökm sürürdü və bu daşqınlar onların ölkəsinə məhsuldarlıq gətirirdi. Amma məhsuldarlıq gətirsə də tez-tez necə deyirlər, bütün şəhərlər, kəndlər, suvarma kanalları suyun altında qaldığına görə elə bir müdafiə səddinin çəkilməsinə ehtiyac duyulurdu. Buna görə damba, yəni belə deyək, bəndlərə deyilir. Bəndlər ucaldılırdı. Damba elə bir ki, həmin Nil çayından daşqınları qoruyurdu. Şaduf. Şaduf süni suvarma deməkdir. Əgər ki, Nildə daşqınlar olmurdu, bu zaman illərlə quraqlıq hökm sürdüyü zamanı hansısa bir əraziyə suyu aparmaq məsələsi çətinlik olduğundan onlar ilk ixtira eləmiş oldular. Beləliklə, dünyada ilk ixtiranı elə Şaduf götürə bilərik əslində. Şaduf nə demək oldu? Süni suvarma. Ehramlar. Ehramlar piramida, üçkünc formalı bir uzun hündür tikilidir. Piramidalar ilk piramida Xeops, Coser piramidasıdır. Ondan sonra Xeops ehramını işləyəcəksiniz. Bu barədə ətraflı sonra məlumat verərəm sizə. Eramızda əvvəl 3-cü minillikdə Giza ehramları. Giza ehramları, yəni bu da Misir dövlətinə aiddir. Bizə il lazımdır. Giza ehramları 3-cü minillik tarixinə aid eramızdan əvvələ. Nomlar nədir? Nomlar özü vilayət deməkdir. Nə deməkdir? Vilayətlər. Vilayətlər, yəni nomlar. Nomların başında da elə kim durur? Nom dururdu. Vilayətin başında kim durur? Nom. Nomların başında kim durur? Nom. Aydındır mı? Bu nomlar arasında uzun sürən mübarizədən sonra artıq vahid dövlət yaratmaq iqtidarında olurlar. Yəni vahid dövlət yaratmaq istəyirlər. Nomlar arasında uzun sürən mübarizə eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısında iki padşahlığın yaranmasına səbəb olur. Misirdə yuxarı padşahlıq və aşağı padşahlıq. İndi diqqətə nəzər salırıq xəritəyə, sxematik xəritəyə. Tərsinə nəzərdə tutacaq. Yuxarı padşahlığı aşağıda, yəni Misirin cənubunda yerləşəcək. Aşağı padşahlıq isə biz indi aşağıda təsəvvür edəcəyik. Burada tərsinədir. Aşağı padşahlıq isə Nilin aşağı axarında, yəni Misirin şimalında təsəvvür edəcəyik. Aydındırmı? Şimalında yerləşirdi. Bu isə cənubda yerləşirdi, yuxarı padşahlıq. Bunlar arasında gedən uzun sürəli mübarizədən sonra eramızdan əvvəl 4-cü minilliyin sonunda qeyd edeyim ki, eramızdan 4-cü minilliyin ikinci yarısında başlayıb bunlar arasında mübarizə. 4-cü minilliyin sonunda yuxarı Misir padşahlığının qələbəsi ilə başa çatacaq. Yəni yuxarı Misir padşahlığından nə meydana gələcək? Dövlət yaranacaq uşaqlar. Dövlət deməli eramızdan 4-cü minilliyin sonunda yaranacaq yuxarı Misir padşahlığının, aşağı Misir padşahlığının birləşdirməsi nəticəsində ilk paytaxt olacaq Memfis, sonuncu və ikinci paytaxt belə də sayılır Fif şəhəri. Eramızdan əvvəl 4-cü minillikdə Memfis paytaxt olacaq, ikinci minillikdə isə Fif şəhəri paytaxt olacaq.
Bunları bildiniz. Nomları bildiniz vilayət. Vilayətlərin başında nom durur elə. Dövlət nə zaman iki hissəyə parçalandı? Yuxarı Misir, aşağı Misir padşahlığına eramızdan əvvəl 4-cü min ikinci yarısında. Nə zaman bəs dövlət yarandı? Dövlət yarandı eramızdan əvvəl 4-cü minliyin sonunda. Firon nə deməkdir? Firon dövləti, Misir dövlətinin başçısına deyilir. Onu necə adlandırırdılar? Gəlin baxaq. Tanrının oğlu, Günəş oğlu, böyük ev. Yəni əvvəlcə onun evini, Fironun evini, böyük ev, sarayını böyük ev adlandırırlar. Sonra tədricən Fironun özünü böyük ev adlandırmağa başladılar. Aydındırmı? Baxın, Fironu Tanrının oğlu, Günəş oğlu, böyük ev də adlandırırdılar. Canlı ölülər. Misirdə canlı ölülər qullar adlanırdılar. Yəni bu nəyə görə canlı ölü adlandırılırdı deyim. Heç bir hüququ olmadığına görə, yəni ancaq işləyirdilər bir parça çörək ilə. Buna görə onları canlı ölü adlandırırdılar. Yəni canlı ölülərin ölülər harada yaşayırdı, qullar harada adlandırılırdı Misirdə. Qullar necə adlandırılırdı? Canlı ölülər yadınızda saxlayın. Əhali təbəqəsi. Biz bilirik ki, ümumilikdə dövlətin başında Firon durur. Firon əhalidən sayılmır axı, əhalinin təbəqəsi, yəni Fironun başında durduğu dövlətin əhalisinin təbəqələri hansılardır? Məmurlar birinci pilləyə qoyulur. Məmurlar kimlər? Dövlət aparatını idarə edirlər, vergi, tənzimləmə, maliyyə işləri, təsərrüfata baxırlar. Kahinlər kimlərdir? Kahinlər isə dindarlar idilər. Dindarlar. Onlar, məsələn, əsasda kahinlər xidmət edirdilər kimə? Firona. Onlar adlandırırdı Günəş oğlu, Tanrının oğlu Fironu. Yəni onu həddən artıq ilahiləşdirərək başçını, ona hətta sitayiş edirdilər. Kəndi təbəqələri. Kəndi təbəqələri azad kəndlilərdən gedir söhbət. Azad kəndlər, təsərrüfatda işləyənlər, sənətkar tacirlər, sənətkarlıqla məşğul olanlar və heç bir hüququ olmayan son pillədə kimlər yer alırlar? Qullar. Aydındırmı? Fironlara nəzər salaq. Hansı fironlar var? Başçılar var. Yeryüzünün tanrısı kimlərdir? Əslində Misirin çox başçısı var. Tutanhamon var, Amenhotep var. Yəni bizə əsas bu dərsdə lazım olan 1-ci Tutmos, 3-cü Tutmos və 2-ci Ramzesdir. 1-ci Tutmos Fironun hakimiyyəti dövründə işğalçılıq müharibələri getdikcə çoxaldı. İşğalçılıq müharibələri haraya oldu? Suriyaya baş verdi, işğalçılıq müharibələri, Finikiya ərazisinə, sonra Fələstin torpaqlarına. Fələstin torpaqlarının bunların hamısını özünə asılı vəziyyətə salaraq dövlətin ərazisini olduqca genişləndirdi. Kimin dövründə? 1-ci Tutmosun dövründə. Deməli, işğalçı müharibələri ilk əvvəl kimin dövründə necə deyək, yer alacaq? 1-ci Tutmosun dövründə və onun nəvəsi 3-cü Tutmosun dövründə isə yenidən bu əraziləri üzərinə yürüş edərək həmin əraziləri bir daha işğal etməyə müvəffəq olmuşdur 3-cü Tutmos. Aydındırmı? 3-cü Tutmosdan sonra 2-ci Ramzes hakimiyyətə gələcək. 13-cü əsr gedir onun hakimiyyət illəri. 2-ci Ramzes Hitlər ilə mübarizə əsas yadda qalır. Hitlərlə mübarizə. Hitləri göstərərək xəritə üzərində çəkmişəm. Deməli, onlardan yuxarıda harada yerləşirdi? Şimal torpaqlarında yerləşirdi. Hitlərlə mübarizə, Misir dövləti ilə Hitlər arasında mübarizə eramızdan əvvəl 2-ci minilliyə təsadüf edir. Yəni 1286-cı il eramızdan əvvəl yazmağı unutmayaq. Eramızdan əvvəl 1286-cı ildə Hitlərlə mübarizə gedir. Əsas hansı, nə üzərində, yəni nə torpaqlar, hansı torpaqlar üzərində gedəcək? Suriya. Suriyanın belə deyək, torpaqları ələ keçirmək uğrunda mübarizəyə əsaslanacaq. Yəni ki, torpaqlar iki hissəyə bölünəcək. Bir hissəsi veriləcək kimlərə? Bir hissəsi veriləcək 2-ci Ramzesə, yəni Misirə. İkinci hissəsi kimə veriləcək? Elə Hitlərin özünə. Yəni Suriya iki dövlət arasında parçalanacaq. Birinci şərti bu olacaq. Bu belə deyək, döyüşün sonu 1286 Kadeş sülh müqaviləsi ilə başa çatacaq. Mən indi hal-hazırda Kadeş sülh müqaviləsinin şərtlərini sizə izah. Suriya ərazisi iki hissəyə bölündü. 2-ci Ramzes və Hitlər arasında, Misir və Hitlər arasında. Və digər şərtləri Fələstin, Finikiya. Qeyd edirəm, Fələstin, Finikiya torpaqları Misirə verildi. Misir olacaq və uzun sürən sakitçilik dövrü ilə bərqərar olacaq bu sülh müqavilə və bunun nəticəsində də 2-ci Ramzes ölkədə quruculuq işlərini, abadlıq işlərini artırmağa nail olacaq. Yəni quruculuq işləri məhz 2-ci Ramzesin dövründə baş verəcək. Buna görə də məhz 13-cü əsr 2-ci minillik eramızdan əvvəl EN-də yazmaq unutmayaq. Eramızdan əvvəl 2-ci minillik Misir dövləti üçün ən çox iqtisadiyyatın inkişaf etdiyi dövr sayılır. Amma ki, eramızdan əvvəl 1-ci minillikdə artıq Misir dövləti getdikcə zəifləyəcək və dövlət süqut etməyə başlayacaq. Bunun əsas səbəbi onunla əlaqədardır ki, uşaqlar eramızdan əvvəl 1-ci minillikdə tez-tez dəyişən sülalələr arasında mübarizələr dövləti olduqca zəiflədir.